Wi-Fi modemi evin arasında yerləşdirilməlidir ki, həm yaxşı tutsun, həm də az zərərli olsun. Wi-Fi modeminin yaxşı tutmağını istəyirsənsə, bunlara mütləq riayət etməlisən. Wi-Fi modemi evin mərkəzində, evin döşəməsindən 1,5 metr hündürlükdə açıq sahədə yerləşdirilməlidir. Wi-Fi-ı evin küncünə yerləşdirməyin. Çünki Wi-Fi-dan çıxan elektromagnet dalğaları dairəvi şəkildə yayılır və evin küncündə olduqda zəifləyir. Məsələ tək Wi-Fi-nin yaxşı tutması deyil. Wi-Fi özündən elektromagnet dalğası şüalandırır və elektromagnet dalğaları insan bədəninə müəyyən təsirlər qoyur. Əsasən də insan yatan zaman bədəni müdafiəsiz olduğundan kənar təsirlərə daha çox məruz qalır. Ona görə də Wi-Fi-yə yerləşdirən zaman mümkün qədər yataq otağından uzaq yerləşdirmək lazımdır. Əgər siz hansısa səbəbdən Wi-Fi olan otaqda yatmaq məcburiyyətində qalsaz, bu zaman Wi-Fi başınızdan ən azı 2-3 metr uzaqda yerləşdirməlisiniz. Əgər Wi-Fi-nin gecə vaxtı işləməsi məcburi deyilsə, bu zaman Wi-Fi söndürməyiniz daha məqsədə uyğundur. Əgər biz texnologiyadan düzgün istifadə etsək, onun zərərlərini minimuma endirə bilərik. Belə dostlar, növbəti dəfə hansı cihaz haqqında danışım, rəylərdə qeyd edin. Sağ olun.